Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Məlumata görə təqsirləndirilən şəxs özünə məxsus olmayan Hyundai Sonata markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. Avtomobilin özünə məxsus olduğunu bildirərək nəqliyyat vasitəsini 15600 manata satmaq barədə razılıq əldə edib. İstintaqla müəyyən edilib ki, həmin avtomobil əslində icarəyə götürülüb. Aldadıldığını anlayan zərər çəkmiş sonradan avtomobili sahibinə qaytarıb. Bununla yanaşı təqsirləndirilən şəxs başqa bir dələduzluq əməli də törədib. O, internet üzərindən satışa çıxarılan Hyundai Tucson markalı avtomobili almaq istədiyini bildirərək sahibinin etibarını qazanıb. Pulunun bir hissəsinin çatışmadığını, qalan məbləği isə qaynanasından alacağını deyərək avtomobil sahibinin nəqliyyat vasitəsini lambarda girov qoymağa razı salıb. Zərər çəkmiş avtomobili lambarda qoyaraq 10.000 manat əldə edib. Daha sonra təqsirləndirilən şəxs həmin pulu almaq üçün onunla birlikdə əvvəlcədən müəyyən edilmiş ünvana gedib. Pul aldıqdan sonra binaya daxil olan şəxs ehtiyat çıxışından istifadə edərək hadisə yerindən qaçıb və vəsaiti mənimsəyib. Beləliklə o iki ayrı epizod üzrə zərər çəkmişlərə ümumilikdə 12650 manat maddi ziyan vurub. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə o Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında keçirdiyi müddət nəzərə alınaraq cəzadan çıxılıb və onun üzərində qəti olaraq 1 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.